Salam mənim əziz izləyicilərim, hər birinizi xoş gördüm. Məndən yaxşı yerdə yurt istəyir, mərkəz, hər yerə yaxın yol qırağı. Bütün hər tərəfi zaborun içərisindədir. Bax görürsünüz, bir də şeylər bura göstər. Bax görürsünüz, bax daşlar gözəl, super. Tikilişi və evində fundament tökülür. İşığı da var. Suda elə bir şey xəttə düz yaxınlığında hazırdır. Qaz da həmçinin hazır vəziyyətdədir. İndi evin fundamentə tökülür. And olsun Allaha heç verir. Su qiyməti. Bax bu zaboru bir dəqiqə çəkmək ki, bəlkə də 10 min, 15 min heç bəlkə də pul çatmayacaq. Gəl bəri görürlər. Bax bu fundament. Bax görürsünüz, bax bu yandığın yeri. Evin fundamentidir. Qardaşım neçə otaqdır? 3 otaq, kuxnası, zalı, koridoru. Özə betonu bilirsiniz necə töküyür. O vaxt imkanı olur düz 1 metrə qazdırıb yeri, düz 1 metrə 80 sm enliyindədir. Bax burada da sıxıntıları var. Bax görürsünüz. Bax sıxıntıları ev tikmək üçün qoşa daş kimi nəzərdə tutur. Və zaborumuz da qoşa daşdır səhv eləmirəmsə. Zabor evin arxasına düşdüyünə görə evin arxası qoşadaş örülü. Ha, bəli. Bax görürsünüz, bax torna kimi var. Düz buradan oradan da. Bax elə bir indi hal-hazırda bax torpaqdan 17 metrə uzunluğudur. Torpağın da töküb, evinki hazır vəziyyətdə. Gəl bir dənə elə bir usul gətir, hör. Bəli. Allah şu avan eləsin. Yenə deyirəm, toku var. İşıq xətti çəkilib. Şotçikacan qoyulub. Şotçika kimi qoyulub. Qaz xətti də həmçinin bax düz arxasında çöldə. Sasok qoyulub. Sasok qoyulub, su da həmçinin. Qiymətin axırda qeyd edəcəm, göstərərəm indi baxın. Bax ətraflı göstərəm baxın. Bax görürsüz. Hamamın, damın, daşın, hamısı göstərəcəm hamısı. Bax əzizlərim, burada ev sahibi nəzərdə tutub. Hamam, ayaq yolusu, hamamı, ünvanliki, moykası. Bax burada da beton tökülüb hazırdır. Və burada bir dənə bir şey var, basenası. Basenası kimi düzəldib həyətdə istifadə eləmək üçün. Özü hündür yerdədir, gözəl yerdədir. Küçəsini də çəkəcəm, baxacaqsınız. Bunu görün. Ətraflı çəkdim, bax torpağın hamısını doldurub, sənədi də tam qaydasındadır. Əzizlərim, hər tərəfli çəkdim. Bax bu zaboru içərisində, bax görürsünüz qapısı. Bax görürsünüz, işıq şotçu var, gəlir, bax görürsünüz var. Mən nəsə olanda nə var hamısını göstərdim, qapısı və bu da bunun bütün düz zaboru axıra kimi. Və buradan da bir dənə götür, bax burada ki küçəsidir, asfaltını da göstərəcəm sizə. Şimdi bax buradan gəlmək üçün onu da göstərəcəm sizə. Ətraflı bax bütöv göstərirəm. Baxın bax göstərdim, ətraflı bax çəkdim. Zaborun bütün arxa tərəfidir, divarını daşladı. İndi gedib göstərəm ev küçədə. Əzizlərim, hər tərəfini çəkdim. Özünüz bilirsiniz, mən nəsə satışa çıxardanda, çəkiliş edəndə hər tərəfini çəkirəm ki, sizə yer, ünvan qanuni edirsə, xoşunuza gəlirsə, görünüzə uyğunsa, səhvəndə nömrəm var, əlaqə saxlayın. Bax, yandığım, hamımızın tanıdığımız airport yolu deyirlər, 20 yanvar küçəsindədir. Bax, buradan romant çıxırsan, düz məktəbə. Və küçədəki 20 yanvar küçəsi. Bax, görürsünüz. Gəl bəri. Və evimizə də getmək üçün yerə baxmaq istəyirsiniz, canınıza baxmaq istəyirsiniz. Bax, buradan gedirsən, yaxınlaşırsan birbaşa. Bax, bu küçə ilə. Allah ev arasında olan bütün kasıb bacı qardaşlarıma hər birini arzuna çatdırsa, qiymətində indirim olunacaq real müştəriyə. Xahiş edirəm, real müştəri gölü xoşuna gələn olarsa, mən tərəfindən də həmən bu yer sahibi tərəfindən də köməklik olunacaq. Allah havan eləsin, xeyirli olsun. Bəzən bax göstərdi, bir də buradan da yaxınlaşılan yine həmən düz var bu yerə. Görün baxın. Ətraflı çəkdim, bax gəldi, həmən yoluna bax, bu da qapısı, darvazası. Bir dəqiqə hal-hazırda bu darvazanın 3000 qiyməti var kimi.